Hər vaxtınız xeyir əziz dostlar. Bugün sizə Poco M7 ekranını necə dəyişirlər onu göstərəcəm. İlk növbədə sim kartı çıxardırıq. Belə bir lapatka ilə bu hissədən salırıq lapatkanı. Ekranı arxa krışkanı çıxardırıq. Burada ehtiyatlı olun, lent olur. Lent kırılmaz. Şuruplarını açırıq. Yaxşı olar ki, belə atverkanın ucuna maqnit vurasınız. Ne ustalar bilir, profesyonel ustalar. Maqnit vuranda boltlar itmir. M7 neydi? M3 dedi. M5 ha, M5. M5 Pro'da əsas ekran lentidir. Bir də bu zaryadka lentidir. Daha belə deyək. Ondan ötürü də aşağını açmaq lazımdır. Bu hissəni. Parmaq izi lentini çıxardırıq. Parmaq izi lentini çıxardanda bura pinsetlə, dəmirlə vurmayın. O cümlədən daş konnektorunu çıxardanda da dəmir lapatka ilə vurmayın da. Zamkayını verir. Hamısını dırnaqla çıxartdınız. Daşı açırıq. Daşın lentini bu iki tərəfi belə saxlayırıq. Ortadan bu ortadakını bunu biraz çəkirik. Boşalır. Sonra ortadakı qalır. Ortadakını belə saxlayırıq. Qıraqları çəkirik. O daşımız. Buradan ekran lentinin alt hissəsini çıxardırıq. Buranı ehmalca kəsirik. Görürsüz, lent qırılıbdır. Belə olanda həm zaryadka yığmır, həm də ekran göstərmir. Böyle duralım.
Birinci ekranı taxıb yoxlayaq. Görək ekran işləyir. Zaryadkası deyəsən yoxdur zaryadkası. Biraz zaryadkaya qoyaq. Ekrana işıq gəldi. 2 dəqiqə zaryadka yığsın. YouTube kanalında yeni olduğum üçün əziz dostlar, bütün bildiklərimi sizinlə bölüşəcəm. Yəni nə qədər təmirlərim var, hamısını sizinlə bölüşəcəm. Bu təzə başlayan ustalar, noviçoklar çox yerdə məsələn kurslar keçirlər, pullu kurslar. Nətər düzəldirlər, nətər eləyirlər. Bizim kanalda bu kursların hamısı pulsuz olacaq. Bütün bildiklərimi hamısını sizinlə bölüşəcəm. O kanala abunə olub, kanala qoşulmağı unutmayın, yeniliklərdən geri qalmamaq üçün. Hər gün yeni modellər, təzə telefonlar gəlir remonta. Onların hamısını bir-bir çəkib belə sizə göstərəcəm. Necə ekran dəyişilir, necə zaryadka yeri dəyişilir. Yəni təmirə aid hər şeydə. İndi inşallah canlılarımız da olacaq. Bu canlılara qoşula bilərsiniz, suallarınızı verə bilərsiniz. Daş deyəsən təmiz ol. İndi amperaj qalxdı. 1.1 amperajla yığır zaryadka. Biraz gözləyək. Telefon açılsın, ekranı yoxlayaq. Kanalın adı onun üçün pulsuz təmir kursu qoymuşam. Hamısı pulsuz telefon kursudur kanalımızın adı. Yəni YouTube'da mən rast gəlməmişəm pulsuz necə deyək, təmir təlimlərini göstərməyi, öyrətməyi rast gəlmədiyim üçün istədim ki, belə bir kanal yaradım. Bəlkə də kiməsə faydam toxunar. Kanalımız yenidir, abunə olun, bəyənin. Telefon zəif yığır zaryadkanı. Amperaj düşür. Amperaj nəsə düşür. Ola bilsiniz ki, zaryadka yerində də problemi var.
Əsas ekrandır. Ekranı yoxlayaq. Amperaj düşmədi. Yəqin ki, zaryadka yerində problem yoxdur. Telefon təmiri kurslarına başlayanlar üçün əsas avadanlıqlar. O barədə də YouTube'da kanalımızda videolar olacaq. Hansı aparatlar lazımdır, nə işlənməlidir, keyfiyyətli pastalardır. Məsəl üçün belə bu mexanikdir. Bunu mən çoxdan almışam, AliExpress'dən vurmuşam. Belə keyfiyyətli olov təmizləyən Relief firması çox keyfiyyətli firmadır. Qəşəng təmizləyir. Yəni bunların hamısını bilmək lazımdır ki, yalandan lazımsız şeyləri gətirirlər. Məsələn, satışa çıxardırlar. Yaxın firmasının mallarıdır məsələn. Onlar çox keyfiyyətsiz olur. Daş təmiz olub, ona görə də biz zaryadka yığır. Dəqiqə daşın tokunu ölçək. Görək nə qədər tok var daşda. Daşda ola bilsin ki, tok azdır. Üç, dörd. Biraz daşa tok verək. Gücünü artıraq daşın. Amperajı düştü. Bir tamamda 8 amperaja qalxdı əziz dostlar. Bu deməkdir ki, telefon normal zaryadka yığır. Belə olanda biraz gözləmək lazımdır. Çünki daş özünə gəlir. Daş çoxdan zaryadkaya qoymurlar deyə. Daşda olan tok ölübdür. Təzə başlayanlar üçün belə mən ləvazimatlarımın çoxunu, hamısını demək olar ki, AliExpress'dən vururum. Belə bir flus təzə başlayanlar üçün, məsələn, Azərbaycanda bu 10 manat, 15 manatdırsa, AliExpress'də 7 manat zaddır belə. Yəni yarı qiymət fərq eləyir.
Telefonumuz zaryadka yerdə əziz dostlar. Çeni getdi. Nəsə açılmaq istəmir. Biraz gözləyək. Biraz gözləyək. Yəqin ki, mən elə fikirləşirəm ki, kanalımız maraqlı olacaq. İnşallah maraqlı paylaşımlar eləyəcəyik. Zaryadka yerində biraz boşluq var, amma amperaj normal verir. Biraz gözləyək. Ona kimi mən bir dənə Redmi 10A var, onun pрошивкasını eləyim. İnşallah başqa videolarda sizə göstərəcəm necə pрошивка eləmək olar. Telefonları necə koddan çıxartmaq olar. Bu modeldən asılı da. İndi bəzi modellər var, onlar əmələ gəlmir. Əmələ gəlmir deyəndə belədir də, o serverdən açılır. O güclü modellər. Onların hamısını yavaş-yavaş təzə başlayanlar üçün öyrədəcəm. %2% yıxsın telefonumuz. 2%'den sonra bırak açılsın. Şuraya neçə faiz oldu? 3%. Qəşəng. Qanı vuraq. Telefon açılır mı? Açıldı. Poco yazısı geldi. Ekranı qoymazdan əvvəl, əziz dostlar, təzə başlayanlar, təmiri təzə həvəsi olanlar, ekranı qoymazdan əvvəl birinci ekranı qoyub yoxlamaq lazımdır ki, sensor hər şey normal işləyir, ekran normal işləyir.
Məsələn, belə yoxlaya bilərik. Sensorun hər yerini belə yoxlaya bilərik. Normaldır. Sensorumuz işləyir, ekranımız işləyir. Söndürürük telefonu. Telefonu söndürdük. Başlayaq ekranı kleyini vuraq. Ekranımızı yığmağa başlayaq. Ekranı kleyləməmişdən əvvəl, əziz dostlar, ekrana üz şüşəsi çəkin. Müştəri deyibdir, üz şüşəsi çək. Ekranın üzünə üz şüşəsi çəkin. Ekranımıza üz şüşəsi çəkək. Üz şüşəsinin özü yox idi. A15 tapdım, A15 də gedir. Biraz aşağısında yer qalır. Amma yəni qoruyur da. İndi inşallah özü xoşuna gəlməz. Çəkdirir. Əsas o da ekranı qorusun. Üz şüşəsinin də altında ləkələr var. Bunu çıxardaq. Təzəsini qoyaq. Əziz dostlar, tam üstünə olan bir dənə 25'in şüşəsini tapdım. Ekran tam üstüne oturur. Temizleyirik. Yapıştırdık. Bir de təzə başlayanlar
İndi bu ekran tez çıxdı da. Bu ekran elə bir ki qırıq idi. Lenti qırıq idi. Yeri kleyi boşalmışdı deyə bu ekran tez çıxdı. İndi gələn videolarda göstərəcəm necə çıxartmaq lazımdır. Ekranı çıxardanda həssas olmaq lazımdır. Mənim özüm başlayanda neçə dənə ekran qırmışam. Təzə başlayanda. Məncə bu işdə hardasa bir 7 ildən çoxdur işləyirəm. Bu naklikanı çıxardırıq ki, ona görə ki sensor yaxşı işləsin. Sensorun işləməyində problem yaşamayaq. O naklikanı həmişə çıxartmaq lazımdır. Bunu da yapışdırdıq bura. Buradakı salafanı sökün. Buna elə ustalar var, məsələn 21 STZ-da sökmürlər, beləcə də yapışdırırlar, qoyurlar ekranı. O da kamera çəkəndə bulanıq düşür. Yaxşı düşmür da, elə bir kameranın qabağında nəsə olur, plyonkanı çıxartmırlar deyə. Şüşəmiz, ekranımız hazır. İndi birinci növbədə qulaqçığı təmizləmək lazımdır ki, bunu yəni bu işi görürüksə bunu təmiz görmək lazımdır. Qulaqçıq həmişə toz olur belə. Fokusum yaxşı işləyir. Qulaqçığı təmizləmək lazımdır. Belə bir bıçaq najovka deyirlər da, indi bilmirəm. Stratelli noj bıçaq deyirlər, nətər deyirlər. Bundan ekranın bütün kənarlarını, köhnə kleyini təmizləmək lazımdır. Köhnə kleyi təmizləmək lazımdır ki, təzə kley vuranda ekranımız yaxşı yapışsın. 3 gündən sonra müştəri gəlməsin ki, telefonumun ekranı aralanır. Halalıq da yaxşı şeydir də. Mən çalışıram ki, gördüyüm işləri hamısını təmiz olsun. Yəni adam pul verir də, buna pul verir, əziyyətlə qazanır, gətirir ki, bunu düzəlt. Heç olmasa bir ildə olmasa bir 6 ay, 7 ay, nə bilim, nə qədər işlədə bilirsə, nə qədər. Yəni vaxtından tez deyəndə xarab olmasın da, bunun kleyi yaxşı vurulmadısa ekran qopur. Buraları qəşəngcə təmizləyirik. Bu hissələri təmizləyirik. Ki telefonun
ekranını qoyanda hər şey normal yerində otursun. Normal yerində otursun. Kleyimizi götürürük. Birinci buranı kleyləyirik. Bu hissəni. Bunu yapıştırırıq. Buraya yapıştı. Sonra kleylə yavaş-yavaş bütün qıraqları doldururuz. Doldururuz belə. Təzə başlayanlar, təzə bu işə həvəsi olanlar, həvəsiniz varsa siz yəni bu işi həvəsiniz varsa bu işi bacaracağız. Mənim özümün çox güclü həvəsim olub. Elektronik yəni telefon düzəltməyə belə şeylərə. Demək olar ki, düzdür, kursa da getmişəm. Amma çox şeyi özüm məsələn düzəldən əlinə baxıb diqqətlə də o nə qayırır, nə tər eləyir. Onun özü böyük bir şeydir. Diqqətlə baxırsınız ki, usta nə qayırır. Ekranı qoyduq, daşı qoyduq. Bu da belə. Altını taxırıq. Birinci bunlardan taxaq. Yerini bərkidək. Şuruplarını bağlayaq. Belə. Bugün biraz kameramız nəsə yaxşı çəkmir. Gələn dəfiyə bir şey fikirləşib başqa cür, yəni sizin tam görə biləcəyiniz bir şəkildə videoları çəkib paylaşacağım. Kimin nə sualı, kimin nə bilmədiyi varsa komentariyalarda yaza bilər. Yəni bütün suallarınızı cavablayacağım. Burada əziz dostlar, bu lenti, yəni bu lent biraz təzə başlayanlar üçün biraz bunu tutub belə orada saxlayıb bunu buraya yapışdırmaq biraz konnektorin yerinə oturtmaq biraz problem olur.
Əlinizdə yüngül saxlayırsınız bunu. Buranı oturdurmaq üçün. Hə, bu oturdu. Bu oturandan sonra bu hissəni götürürük. Buranı bağlayırıq. Sonra bunu sıxırıq. Belə. Bu lentdən həmişə ehtiyatlı olun. Yəni qırıldısa düzəltmək olur, yəni ya başqasını qoymaq olar. O da əldə olmayanda problem olur da. Gərək o axtarıb tapasınız. Özünü toxumaq da olur lentin. İndi o barədə, toxumaq barəsində videolarımız da olacaq. Necə toxumaq lazımdır. Onları da göstərəcəm. Hamısını videolarımızı çəkə-çəkə pulsuz bacardığım qədər sizi hər şeylə məlumatlandıracağım. Bildiyim nə varsa hamısını sizlə bölüşəcəm. Siz də bəyənib takib atmağı unutmayın. Burada boltlar çoxdur deyə, burada maqnit çəkir. Yapışıq da ola bilsin. Bunu da götürdükdən sonra lenti ehmalca, lent qırılmamaq şərtindən. Birinci üst tərəfi otuzdururuq. Üst tərəfi oturdurduq. Basırıq, iki tərəf oturdu. Sonra buradan ehmalca belə sürüşdürə gəldik. Bu hissəni də otuzdururuq. Buranı da belə otuzduruq. Sim kart yerini taxırıq. Çox adam belə rezin vurur. Mən skoçla eləyirəm. Prosto bunda arxa krışka hamar olmadığı üçün buna rezin vuracağım. Rezin vuracağım. Belə. Gəlin skoç eləyək. Skoç məncə daha yaxşı tutur. Həm sıxır yaxşı, çip oturur skoç. Həm də ki, müştəri yəni işlədə bilir də. Elə adam var deyir ki, işlədə bilim. Belə çəkirik. Bura. Skoçumuz bitdi. Bu skoçda biraz yekədir. Yekədir deyə bura tam oturmur. Müvəqqəti bu qutarına kimi belə işlətmək lazımdır. Buradan çəkdik. Skoçla belə bu birisinin üstünə yapışdırırıq ki, iki skoç bir-birini tutur. Amma krışka tutmayacaq. Buranı da yapışdırırıq. Belə.
Hə, əziz dostlar, beləliklə remontumuz, təmirimiz yekunlaşdı. Bu hissənin də kleyləri belə çıxdıqca parmağınızın ucundan belə yavaş-yavaş sürtün. Düzələcək. Təmirimiz yekunlaşdı. 4% zaryadka var. Təmir yekunlaşandan sonra yerimizi təmizləyirik. Təmizlik necə deyirlər, imandan gələr. Bunların hansını yerimizə qoyuruq. Təzə başlayan ustalar. Birinci əsas yerini təmiz saxlamaq lazımdır. İşi görəndən sonra hər şeyi öz yerinə qoymaq lazımdır. Əziz dostlar, gördüyünüz kimi bu təzə başlayan ustalardır. Belə məsələn, bu birisi telefonun ekranı, lenti qırılıb da. Siz buradan da məsələn gəlir əldə edə bilərsiniz. Onsuz da bu ekran yəni müştəriyə lazım deyil. Bu ekran işləmir. Lent yoxdur. Lent qırıqdır. Bu ekranı saxlayırsınız, üstünə yazırsınız. Üstünə yazırsınız məsələn bu ekran. Üstünə yazırsınız Poco M5. Bu ekran görürsünüz şüşəsi təmizdir da, hər şey çatı yoxdur bu ekran şüşəsində. Biz indi bu ekran şüşəsini çıxardacağıq, sökəcəyik, bunu təmizləyəcəyik. Başqa Poco M3 olanda, məsələn şüşəsi çatda, ekranın şüşəsi çat olanda, o birisi ekranın şüşəsinə qoya bilərik. Yəni belə bir ehtimalı var. Ehtimal var deyəndə düzəltmək olar. Bunu da yazırsınız şüşə təzə. Bunu yazdık ki, indi gələcəkdə buralarda məsələn qoyuruq, itbat olur da, yəni bilmək olmur hansı modelindir. Üstünə yazdınız, yapışdırdınız, qırağa qoyursunuz. Başqa bir Poco M5 gələndə üz şüşəsini çıxardırıq. İndi o üz şüşəsini dəyişmək nətər olur, onu da göstərəcəm sizə. Separatorla üz şüşəni kəsiri çıxardırıq. Yerinə bunu qoyuruq. Beləliklə gəliri artırırıq. Belə. Ekranımız hazırdır. Zaryadka yığır. Təmirimiz başa çatdı əziz dostlar. Birinci videom olduğu üçün sizdən artıq dərəcədə xahiş edirəm. Bəyənin, takib atın, paylaşın. Təzə başlayan ustalar üçün bunu, yəni bacardıqlarımı sizlə bölüşəcəm. Sağ olun, təşəkkür edirəm.